İnsan dünyaya doğulanda ağlayır. Neden? Bir izah edebilmez insan doğuluşta. Niye ağlayır? Ve bir de insan dünyadan gedende ağlayır. İnsan bu dünyaya doğularken əzabla doğulur. Bir dünyadan tamamilə fərqli bir dünyaya gəlir. O bu dünyadan xəbərsiz gəlir. Ama gedəndə ölümü bilərək gedir. Ölümün nə olduğunu bilərək gedir. Ve heç kim həyatından sevə-sevə ayrılmaq istəyində olmayıb heç vaxt. Həyat gözəldir və yaşamaq da gözəldir. Amma necə yaşamaq anlayışı var. Şərəfinlə, ləyaqətinlə, abrınla, həyanla yaşayacaqsansa, səni incidəcəklər, sən ağrıyacaqsan. Sən, bu həyat səni döyəcək. Amma sən döyüldükcən, bu həyat səni döydükcən möhkəmlənəcəksən. Erkələyəcəksən. Həyatda ləyaqət və şərəf sahiblərinə yaşamaq asan deyil. Amma rəngsiz adamlara yaşamaq çox asandır. Çünki onlar istənilən mühitin rəngini ala bilirlər. Rahatlıqla. Ama o adamların gelişiyle gedişinden kimsenin haberi olmur. Bu dünyanı insan kimi ləyaqətlə yaşayanlar gedəndə deyirlər ki, eldən getdi. Çünkü ləyaqətli bir adam getdi.